Salam, axşamınız xeyir, hörmətli izləyicilər. Bu nəsə bu millətimizə deyim ki, bu Səhiyyə Naziri deyim də, başda elə olmalı prezident özü. Sağ olsun, prezidentimizi səncədir. Bu xəstələr var da, 50'lər var. İmtiyazlı xəstələr. Bunların dərmanlarını dövlət verir. Havayı pulsuz. Yəni ki, bir çox xəstə var bizim ölkədə. Siz Azərbaycanlısınız, erməni də estağfurullah. Siz Rusi, siz nə bilim, Tatari, nə bilim, neysə. Xəstə çoxdur burada. Azərbaycan yarısından çoxsu demək olar ki, xəstədir. İmtiyazlı xəstələrdən söhbət gedir. Bu həkimlər deyim, həkimlərin günahı yoxdur. Səhiyyə Nazirinin, təbibin, yoxsa Nazirlər Kabinetində, bilmirəm, kimin günahı var. Bu xəstələri çox incidirlər. Dərman yersə almağa pulsuz dərmanlar verirlər, imtiyazlı xəstələrə. Biri var, biri yoxdur. Bir də görürsünüz, bir ay o dərmanı ala bilmirsən. Bu dövlət bu dərmanın pulunu ayırıbsa, hər ay bu ayırır da, yəqin ki, prezidentimiz. Bəs bu dərmanların pulu, dərmanlar özü hara gedir, kimin cibinə gedir, nöş gedir. Bizim xəstənin dərmanını yiyərlər, dərmanı satıb yiyərlər. Hə? Mən belə bir şey gəlmişəm ki, yığışaq bir 200 nəfər, 300 nəfər, gedir o təbib var. Bu, Yasamal rayonunda köhnə statistika var, onun qurğundadır. Yığışaq bir 200 nəfər, 300 nəfər, 150 nəfər olsun. Gedək bir gün təyin eləyək, vaxt təyin eləyək. Gedək orada nümayiş eləyək. Gəlsinlər, jurnalistlər çəksinlər, elə özümüz də çəkək. Paylaşaq ki, bu xəstələrin dərmanları hara gedir? Biz gedirik, məsələn, bu ay mən, keçən ay məsələn, dərman almamışam mən. 2 dənə həkimdən dərman, bir nepatoloqdan, kardioloq dərmanı alırlar, bir də psixoloqdan. Kardioloqun dərmanını almışam, psixoloqun dərmanını keçən ay almamışam. Kim yedi? Mən o dərmanım hara getdi? Kimin cibinə getdi? Kim soxdu gözünə? Hə? Bilirəm ki, mənə kimi insanlar daha çoxdur. Hələ hamı eləncə mənim günümdədir. Mən həmin ay, keçən ay almamışam psixotrop dərmanlarını, mənə kimi çox adamlar almayıb. Haçanızdan gəlmişəm apteka, dərman gəlmir. Haçanızdan gəlmişəm apteka, dərman gəlmir. Yaxşı, gəlmir, bunun axırı nə olacaq? Hə? Tembol psixotrop dərmanlardır. Bu dövlət fikirləşmir ki, bu təbii fikirləşmir ki, ya hamısı əsəbi psixik xəstələrdir. İnşallah gələrlər bir gün bizim atamızı yandırarlar. Gəl qoy, bunlar fikirləşmirlər, biz eləyək. Əgər kim istəyirsə mənə qoşulmaq, belə deyək də. Mən ərizə də yazmışam təbii, 2 dəfə, 3 dəfə. Keçən tərzi yazdım ki, mən bir ayımın dərmanı yoxa çıxdı, heç kim vermədi, alınmadım, alanmadım, neynəmədim. Mənə məktubunun cavabı gəldi ki, bu ay ki almışsan. Bu ay almışam, heç keçən ay mənə bu dərmanım hara getdi. O məktub da durur məndə. Yazdığım ərizə də durur məndə, onların cavabı da durur məndə. Onu da getirib gələm, soxaram gözlərinə. Apardım, daha doğrusu soxdum gözlərinə. Dedim, yaxşı, bu cavab nədir? Hə? Canım gözünü döyüb baxır. Yox, niyə döyüb baxırsa gözü? Mənim dərmanımı kim idi? Nöş idi? Xəstənin dərmanını yiyərlər. Hə? Yiyərlər xəstənin dərmanını. Sağ olsun prezidentimiz verir, eləyir də, eləyir. Elə günahkar bilirlər ki, prezident valla verir. Bu köpək uşağı hansı yolla satır, neyini, nə poxuyur, nə qələt edir, bilmirəm. Gəlin yığışaq, gedək bir günləri. Hələ bu ay. 5 günə, 10 günə, indi yazın da, şəhərlərdə yazın, mən də bilim. Ki, bir dənə vaxt təyin eləyim. Gedi, həmin vaxtı öz tələbimizi istəyik onlardan. Neysə, gözləyirəm hamının cavabını. 50'lik olmayanlar varsa, o 50'lərə də xəbərdarlıq eləsinlər. Məsələn, o bizi çıxması onun qabağına. Ki, baxsın, o da gedik. Öz necə deyim, haqqımızı da tələb eləyək. Ki, bizim dərmanımızı niyə yiyirlər, niyə soxurlar gözlərinə?
Belə olmasa, hələ bax belə deyəcəm. Gəlirsən 5 dənə dərmandır. İkisi var, 3-ü yoxdur. 3-ü var, 2-si yoxdur. Oxşa heç biri yoxdur. Get falan vaxt gələrsən. Gəlirsən ya zəng eləyirsən, dilə yox gəlmə belə. Zəng eləyirsən, dilə gəlmə belə. Bu nə deməkdir bu? Neysə, çox danışdım deyəsəm. Üzrü sayın, əsəbi xəstəyəm olsun. Belə çox danışdım. Gəlin. Əgər kim razıdırsa, şərhlərdə yazsın ki, razıyam. Növbəti çıxışımda gün təyin edim, saat təyin edim. Gedək oturaq şeydə, təbin qabağında. Çünki belə 1-1-2 yerik, elə hərəmizi bir yola verirlər gedir. Amma bunu eləmək lazımdır. Əgər xəstəsizsə, dərmanları ala bilmirsə, vaxtında olur, gah olmur. Aptek deyir ki, qardaş, versin ki, mən də verim desən. Mən dədəm malı deyir ki, biz o haqq hesab varıq. Həkim deyir ki, olsun ki, yazın da sənə dərman. Həkimin, aptekin günahı yoxdur. Günah təbibindir. Dövlətimiz pulu ayırır, falan dərmanlar alınsın, verilsin xəstələrə, o pul yoxa çıxır ortada. O dərmanlar da alınmır. Gəlin, yığışaq, 100 nəfər də olsun, 150 nəfər də olsun, 200 nəfər də olsun, nə qədər çox olsun, o da yaxşıdır. 50 nəfər də olsun. Yığışaq, gedib bir dəfəlik. Ki, buna bir son qoyaq. Neysə, şərhlərdə yazın fikirlərinizi, paylaşın, qoy bütün xəstələrə çatsın, bütün xəstələr mənim günümdədir. %100 bilirəm, mən neçə illər dərman alım. Mən hər ay, hər 2 aydan bir, hər 1 aydan bir, hər 3 aydan bir mən bu şeylə üzləşirəm. Dərmanın biri olur, biri olmur. Biri 5 olur, biri olmur. Bu hamısı olmalıdır. Olmayanlar hara gedir? Kimin cibinə gedir? Bir gün qabaq gev alanda, almırsan, məsələn, ayın 5-i gev alırsan, tutan. Ayın 3-ü gelirsən, deyir ki, yox, həkim. Hələ ay tamam olmuyor, 2 gün qalıb. Sizə də gəlmişəm də, ver də mən dərmanımı. 2 gündən sonra gəlsin, mən yenə alacam da. Birdən 2 gündən sonra gəldim, dərman olmadı, ondan olacaq. Olub, o da olub. Elə şey də olub. Gelmişəm, dava qırğın sanmışım parkinqada. Neysə. Bunu paylaşın hamımız. Qoy bütün xəstələrə çatsın. Xəstənin dərmanını heç bir köpək oğlu yeyə bilməz. Yəni imkan verməyə yesinlər. Neysə, salamat olun, sağlıqlı qalın.